Bu günlər biz yenə 9 nömrəli məktəbin 5-ci sinif şagirdlərindən texnologiya dərsindədir. Tapşırıq onlara vermişdik ki, evdə əl işləri hazırlasınlar və ağac məmulatlarından mövcud olan əşyaların hazırlanması. Təbii ki, sırf ağaçdan deyil, amma kardondan, başqa çubuqlardan hazırlayarak gətiriblər. Burada bizim bir evladımız var. Onun adını sorunacaq mənim əziz şagirdim Elvin. Elvin de görüm. Bu çirpidir. Mən bunları kartondan, aha, bir de karamdaşın ucundan diqqətli. Demək elə o da bir oduncaq məmulatıdır. Kardon da bilirsiniz ki, odundan, onun yonqarından alınır. Ona görə də istifadə etdiyi bütün əşyalar, yəni burada karandaşın üstündəki təbəqə də ondandır. Yaxşı, bəyənilsin, çox əla. Sonra kim var hazırlayan? Şəkil rəsm çəkmişsən. Sən bunu hardan çəkmişsən oğlum? Mən bunu YouTube'dan sizin məktəbinə baxaraq çəkmişəm. Əla. Daha da inkişaf elətdir. Adın nədir sənin? Əsgərov Yusuf. Qoy sənin məktəbin kollektivi hamısı tanışsın. Sağ ol. Qızım sən Mənim adım Mustafa və Məhrubətdir. Mən belə bir şey. bunu keçən dəfə göstərmişdiniz, amma biraz da təkmilləşdirmişsiniz, əlavə işlər görmüsünüz. Məhlukə xanım, buyur. Mən bunu kartondan düzəltmişəm. Bəli. Bunlar isə yumuşaq plastilindəndir. Bu da qardır. Yaxşı. Amma növbəti etapda sən əl işlərini daha başqa şeylərlə də işlə. Deyə görüm qızım adı nədir? Rəhimzadə Zəhra. Zəhra. Mən ev düzəltmişəm. Burada evdən sır. Bəli. Bəs bunlar nələrdir? Nədən istifadə edirsən? Gölməçədir. Gölməçə. Ətrafını nə ilə bağlamısan? Daş. Əla. Demək, biz istəsək daşlarla da belə hər hansı bir görüntü yarada bilərik. Burada da bu amba alınmaya oxşur, özünü düzəltməmisən. Eybi yoxdur, çox əla. Bunu özün hazırlamısan. Bəli. Qəşəng, çox əla, yaxşı. Başqa kimimiz var işləmişdən. Məsuliyyətli balalarımıza eşq olsun. Qızım adı nədir sənin? Əsla. Əsma xanım, buyur. Burada demək yolkadır. Ev düzəltmişəm. Aha. Üzərində işləyin, daha təkmilləşdirin, qəşəngdir. Yaraşıqlıdır. Sənin adı nədir? Mən Dəniz. Nədir? Mən Dəniz. Dəniz. Mənə dəniz verin. Limanı olsun. Dəniz xanım, bir görün bu nədir belə? Mən bu hədiyyə. İçində var hədiyələr, konfet paylayarıq uşaqlara. Özün bağlamısan. Mən Dəniz. Kim kömək eləyib sənə? Müəllim, bunu əslində mən məhbədən bir yerdə eləmişik. Çox əla, əla. Mən bu gün bu işləri görən adamların hamısına 5 yazıram. Sən de görüm qızım. Ne hazırlamısan? Kardondan hazırlamısan, rəhni kağızdan bağlamısan. Bu nə şəkilidir belə? Nəyin? Bu dipçəkdə gül. Qəşəng. Sənin adın nədir? İsmailzadə Bilaldır. Sizin məktəbindən müəllim rəsm götürmüşəm. Əla. Sizin məktəbindən əlavə daha təbiətin yaxşı mənzərəli yerlərini çəkin. Sənin o adamın da qayanın başında oturub çox dərindən düşünür. Çox düşünmə. Bu da keçən dəfə hazırlanmışdı. Bir günlərimi sən göstərsən. Əyləş. Hə. Mən də sahilə qayıq var, qayıq üstündə də adam var. Bir məktəbli oturub. Neyinir o? Qayığı sürür yoxsa nə qayıq? Yaxşı. Oldu. Başqa çəkilməyən qaldı? Yox. Mən hesab edirəm ki, bu günlər mən dərsimizi kifayət qədər mənimsəmişsiniz, əl işlərimiz də var. Bir daha hər birinizə minnətdaram. Müəlliməmizə də çox sağ ol deyirəm ki, əziyyət çəkib, sizə köməklik istiqamət verib, bu işləri görmüşsünüz. Sağ olun.